Salam dostlar, bugün sizlerle Glowbert'lə minik paya kasmağı eləyəcəyik. Bilirəm ki, bu karakter çox qəşəng karakterdir. Yəni mənim də əlimə yatan karakterdir. Yəni yaxşı oynayaram. Ona görə də minik paya kasacağıq. Xəritəmiz də yaxşı xəritədir, güvənlik mərkəzi. Yəni kassası bir xəritədir. İndi oyunumuza start verək. Çalışacağım videomda yenə keçən dəfəki video kimi 15 dəqiqə edeyim. Ona görə. Dostlar, bu videodan sonra düşünürəm ki, yenə də hansısa bir karakterim inləmə videosu gəlsin. Gördüğünüz kimi dostlar, heç kim bizi sataşa bilmir. Çünki bilirlər ki, Glowbert də elə belə karakter deyil. Oyda dostlar, gördünüz mü elədim? Gördüğünüz kimi Edgar da apardı. Çok asan bir şekilde. Bu oyunumuzu winlədik. Yani bu karakteri mən qabaqcadan kasmışdım. Yani ona görə də video biraz kısa ola bilər. Yəni ki, çünki bu karakteri mən 5 kupaya qədər kasmışam. Baktı bir yük gördüm. O işe gedək. Yani bu karakter çox qəşəng karakterdir. Ona görə də kasılmalı karakterdir əlbəttə ki. Artıq 12 gündür gəlib, ona görə də mən kasmaq fikrindəyəm. Bir dəfə mən tuttura bilsəm yaxşı olar. Tutturdum amma qaçdı. Yani burada artıq sörüşdü, ona görə ölməliydik. Həm də altdan mortis falan gəlirdi, ona görə biraz çəkindim. Ama heç olmaz. Oyundur. Udmaq da olar, uduzmaq da. Burada kitin üstünü gedəcəm. Rahat bir şəkildə. Həm də burada ilkə vuranda bax gördüyünüz kimi 132 canımız gəlir. Bu da çox yaxşı bir xüsusiyyət. Karakterin bir dənə pis cəhəti odur ki, misal üçün də kit üstünə tullandısa pişik. Bilirsiniz o karakteri. Yəni artıq çaş-baş qalır. Gördüğünüz kimi dostlarına inmədik. Çox qəşəng. Biz onda alta düşək. Ən yaxşısı odur. Baksın bizə gəldi. Qeyildi rəqib. Ancaq asan rəqibdir. Burada gözləyək, o artıq ortaya keçmək. İndi sən gəlir. Bu qədər bəs. Yenə oyunumuza start verəcəyik dostlar. Yəni baxım görün bu karakteri kostyum gəlib, amma yox gəlməyib. Gördüyünüz kimi. Amma bu karakterə qəşəng bir kostyum gəlsə yaxşı olar. Yenə güclüdür, oyuncular yaxşıdır. Kit var, axta düşə onu kəsər bu üçdən sonra. Bəli, kitdir.
Yapışaq. Kiçik APK-dır. Ya adama deyərlər ki, yəni oyuna girmisənsə oynamalısan. Ya bunun o tərəfəsi yox. Mortis neyir? Bu Mus oyuncularından mən başım çıxmır ki, bunlar nə hərəkətlər edirlər. Mən başım çıxmır. Mortis öz-özünə ora gedir, bura gəlir. Başa çıxmaq mümkün deyil. Orada çox səhvlik elədik. Gördüğünüz kimi çok peşeydi apardı. Burada uzmaklar yaxşıdır. Hayda. Chester falan var oyunda. Gördüğünüz gibi Chester'da yeni APK'dır. Ona göre buna da vura. Tez bıraksam öyle girmesin. Oyunumuz da yapıcıdır. Artık 7 dəqiqədir oyundayıq. Orada Mortis gördüm bir tane. Boşalmadı. Into some fun facts. This isn't failure, it's data collection. Don't be a octopus. Gördüğünüz gibi dostlar birbiriyle dirəşmişəm. İstərim oldum ama bir yani. Bir yaxşı an gördüğünüz kimi bir falan şeyli falan pustu ona göre de. Biraz karışıktı oyun. All the things apart'ı. Çok yaxşı yırtdıq. Az qalı ölürdük də yəni. İşte ultimizə gəlir, ona görə heç bir şübhəm yoxdur. Çox qəşəng. Ultisi varsa bu karakterin yəni.
ordulusu görürüz. Bizə problem çıxarda biləcək karakterdir. O görə burada gözləyəcəm. Bu oyunu da inşallah winləyərik. Bir oyunda winləyərik və videomuzu sonlandırarıq. Çünki artıq dostlar belə 3-cü olduq. Fokus bağlayalım. Gördüğünüz kimi. Karakteri dinleyeceğim. Problem yok. Bəziləriniz deyə bilərsiniz ki, Yusuf, sən niyə çift hesablaşma falan girmirsən? Çünki çift hesablaşmada mən çalışıram özüm oynayım. Görürsünüz dostlar, yenə də internet masasızlığı var. Bilmirəm bu niyə deyir. Yəni mən internetə yaxın bir şəkildə oynayanda internetdə heç bir problem olmur, amma məsəl üçün bir otaqdan, internet olan otaqdan bu birisi otağa keçsin, heç yox. Nəsə problem yaranır avtomatik. Oy aksımız gəlsin, çox gözəl bir şəkildə fightlara girəcək. Orada Mortis var. Adı Sigma Boy. Görək. Burada biləcəyik mi? Orada biləcəyik. Burada da Surge var imiş, heç bilmirdim. Özdə Surge 3 səviyyədir gördüyünüz kimi. Ultisi də indi gəldi hal-hazırda. Surge biləm ulti atacaq üstümə, ona görə biraz diqqət. Ben buradan çıxım. Biləm ki, nəsə problem var. Deyəsən, elə bildim, bu bir Surge getdi. Baxın, gördüyünüz kimi işim çox çətindir. Yəni, ona görə də bir like atın, abunə olun bizə dostlar. Çox sevinirəm. Bu dəqiqə tam videonun altına çıxıb like, abunə olun, like atın, yorum yazmağı unutmayın dostlar. Çox yaxşı olacaq. Görünüş üçün burada Mortis'i çekdik. Ve dostlar birinciyik. Gördüğünüz gibi 995 kupa dostlar. Son 5 kupa kaldı. Ve son maçımıza keçid edirik dostlar. I'm 80% water and 100% Gördüğünüz kimi Mortis də mənə çaşdırdı. Qaçdı da yəni dostum. Mən belə suyu-qəsçi karaktersənsə, yəni rush getməlisən də. Yəni bundan o tərəfəsi yoxdur. Yəni belə də qaçan karakterlərdən çox irkəndirəm də, yəni düzün deyək. Burada da baz var imiş. Bura gələk ən yaxşısı. Bu oyunda bəlkə dinləyə bilərik, yəni bir sözüm yoxdur. Bunda tez olaq, tez olaq, çox yaxşı. Ortada heç kim olmadığına görə biraz belə işlərdən tez bundalar. Dostlar, çox yaxşı, bütün işləri biz götürdük. Ulti ata bilər, ona görə biraz dala çəkildim.
Yəni aksıma güvənirəm dostlar. Oyda sörf gəlir. Çox pis. Starfish can regrow limbs. I'll give it a try. Çəkdi, sörfdü. Əslində yəni artıq Minkpadır, yəni karakterimiz. Ona görə bir çəkinmə yoxdur. Sadəcə istəyirəm bu maçı winləyim. Starfish aren't actually that funny. Starfish can regrow limbs. Oyda, I'll give it a bizim niyə try. belə oldu? Bunun artıq üstünə gedəcəm. Sörfdəcək yenə də bilirim. Və karakterimiz Minkpa oldu. Making way. Glowbert çox yaxşı bir karakter. Çox lazımlı bir karakterdir və 1000 kupa etdi Glowbertimizi Sharks də. existed before trees. Gördüyünüz kimi. Artıq bu videoya bu qədər dostlar. Kanalımıza abunə olub like atmağı unutmayın. Videomuzu bəyənməyi unutmayın. Sizlər çox istəyirik. Sağ olun, var olun dostlar.